Talışlar repressiya dövrünə qədər çox böyük alimləri və ziyalıları olan bir millət olub. Həddən artıq çox böyük ziyalılar olub. Mən bunu özüm 2017-2018-ci illərə qədər bilməmişəm. Bunu arxiv məlumatları əsasında öyrənməyi bacarmışıq. Həm Rusiyada, həm də ki Azərbaycandakı və həmçinin İrandakı arxiv məlumatlarından biz başa düşmüşük ki, bizim repressiya dövrünə qədər həddən artıq çox ziyalımız olub. Yəni belə deyək, kiçik bir millətin həmin dövrdə 400 min, 300 min sayı olan bir millətin bu qədər ziyalısının olması çox aşırı dərəcədə idi. Amma nə oldu ki, bu ziyalılar yoxa çıxdı? Təbii ki, repressiya məsələsi və repressiya məsələsi deyə bilərsiniz ki, Sovetlərin hər bir yerində oldu. Bu elə deyil. Yəni düzdür, hər yerdə oldu, amma